Rusiyanın bu müharibədən əsas məqsədi Qara Dəniz sahilini büsbütün Ukraynanın əlindən almaqdır. Bu strateji hədəfdir və nəticə etibarilə sonraki mərhələdə əlbəttə ki, Rumıniyanın və Bolqarıstanın nisbətən kiçik sahil xəttini ələ keçirib Konstantinopola çıxmaqdır. Bugün bizim İstanbul şəhərimizə. 1-ci Pyotrun vəsiyyətidir. Yəni, bu Rusiyanı idarə edənlərin beynində hələ də o xəstə iddialar qalır. Ona görə bunlar addım-addım gedib ora çıxmaq istəyir. Yeri gəlmişkən, bir müddət öncə 2008-ci ildə Gürcüstan müharibəsindən sonra da Abxaziya sahilləri ələ keçirildi. Gürcüstan sahilləri də, yəni indi Abxaziya işğal edilib Rusiya tərəfindən və sahil tam olaraq Rusiyanın nəzarətindədir. Görürsünüz, Azov dənizi bütövlüklə Rusiyanın nəzarətindədir. Krım işğal olunandan sonra, yəni Krım deyəndə bu indiki müharibədən sonra, o Mariupol filan işğal ediləndən sonra, indi də gedib çıxıblar Odessaya doğru gedirlər. Odessanı da bombalayırlar arada sırada görürsünüz və məqsəd odur ki, getsinlər, çıxsınlar Moldovaya sarı. Düzdür, Moldovanın sahil zolağı yoxdur, yəni dənizə çıxışı yoxdur. Amma oradan o qapatıb Dnestryanıya çıxmaq, bir çəmbərə almaq Ukraynanı və sonraki mərhələdə də çıxmaq, deməli, Rumıniyadan sonra Bolqarıstan və beləcə Bosfor boğazına, İstanbul boğazına, yəni 1-ci Pyotrun vəsiyyətidir. Konstantinopolu bunlar ələ keçirməlidirlər. Ona görə mən deyirəm ki, bütün vəçlərlə bu Rusiya dayandırılmalıdır. Buna anlatılmalıdır ki, sən dayanmalısan. Üstəlik də Rusiya dayandırılmasa, öz ərazisindəki qeyri-rusların soyqırımını həyata keçirir. Bizim orada soydaşlarımız qırılır. Tatarlar, Başqurtlar, Yakutlar və s. Altaylar və yeri gəlmişkən Altayla bağlı, Altay Respublikası ilə bağlı da bir həyəcan təbili çalınır artıq. Deməli, orada Altay Respublikasının ərazisinin, suveren ərazisinin suveren olması ilə bağlı maddələrin konstitusiyadan çıxarılması hərəkatı başlanıb. Dövlət səviyyəsində. Yəni, Rusiyanın təyin etdiyi rəhbər Altay Respublikasında artıq konstitusiyanı dəyişdirib o ifadəni oradan çıxarmaq istəyir. Görürsünüzmü? Bu hərəkat davam edəcək. Tataristanla bağlı da, Başqurtistanla bağlı da, Yakutiya ilə bağlı da. Niyə? Çünki Rusiya anlayır ki, bunlar, bu subyektlər, Rusiya Federasiyasının subyektləri müstəqilliyə doğru gedirlər. Gec-tez bunlar müstəqilliyə nail olacaqlar. Ona görə getdikcə bunları sıxır. Bir müddət öncə adicə Latın əlifbasına keçidi yasaqladı Rusiya. Yəni bu respublikalarda türk xalqları keçməyə başlamışdılar. İlkin hazırlıqlar da görülmüşdü, hətta rəsmi yazışmalar gedirdi. Latın əlifbasında birdən-birə bir qanun çıxardılar və yasaqladılar. Bizim Azərbaycanlıları da dəfələrlə demişik bunu. Qoy təkrar olsun. Yəni burada yanı başımızda Dərbənd qəzeti Kiril əlifbası ilə çıxır hələ də. Azərbaycan dilində və Kiril əlifbası ilə. Rusiya imkan vermir, icazə vermir ki, bizim dövlət dilimiz olan Azərbaycan dilinin əlifbasından istifadə edilsin. Hətta bayaq siz bayaq Hulusi Özbəkistanla bağlı bir məqama toxundunuz. Bəli. Buranı da deyək. Özbəkistanla deməli ayın 23-də Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Səmərqənddə idi. Deməli bunlar bu 2-ci Dünya müharibəsində qələbə ilə bağlı müxtəlif tədbirlər keçirirlər. Həm Rusiyada, həm Rusiyadan kənarda. Təbii ki, bu ölkələrin özləri də. Orada Səmərqənddə bir ana abidəsi var. O abidənin qarşısına gül qoyarkən baxıb ki, bir tərəfdə özbəkcə yazılı, bir tərəfdə ingiliscə. Belə həyasızcasına qırmızı-qırmızı qayıdıb deyib ki, niyə rusca yazılmayıb? Lavrov. Ona da deyiblər ki, Özbəkistanın öz dili var və bu da beynəlxalq dildə ingiliscə yazılıb və təbii ki, Xarici İşlər Naziri ona reaksiya verməyib, Özbəkistan Xarici İşlər Naziri, çünki müşayiət edib, birlikdə olublar. Amma sonra Özbəkistan parlamentinin üzvlərindən deməli Taciyev sosial media hesabında çox maraqlı bir yanaşma sərgiləmişdi ki, siz Moskvanın mərkəzində özbəkcə bir şey yazın, biz də burada rusca yazaq. Yəni görürsünüz nə qədər həyasızdır bunlar. Gəlib Özbəkistana deyir ki, niyə rusca yazır? Yəni hələ də SSR-nin, keçmiş SSR-nin belə deyək də, yəni ümumiyyətlə məkanında olan ölkələrin hər biri sanki təhlükə başımızın üstündədir hər an. Rusiya harda rus varsa, harda rus dilində danışan varsa, oranı Rusiya sayır. Mən ona görə həmişə Azərbaycanda rus dili, rus məktəbləri ilə bağlı həyəcan təbili çalıram. Yəni onlar açıq deyir ki, rusca danışan insanların yaşadığı yer Rusiyadır. Dəxli yoxdur. Xarici ölkədə filandır. İndi bu Özbəkistanla bağlı bayaq o fikir səsləndirdi 14 Respublikanın rəhbəri yığışsın, Rusiyaya bir çağırış etsin. Bu təhlükə hamımızın başının üstündədir. Bu sadəcə Ukrayna müharibəsi deyil.
Ukrayna indi Rusiyanın başını qatır orada. Biz Ukraynalılara sağ ol deməliyik. O dövlətə də, onun dəyanətli xalqına da, cəsur xalqına da. Amma günün birində pis, yaxşı, hansı şərtlərlə müharibə dayansa, Rusiyanın başı açılsa, bizim üstümüzə çox pis gələcək. Ola bilər Azərbaycanın lideri Rusiya ilə anlaşır, dil tapa bilir, biz özümüzü kənarda tutduq. Amma tutaq ki, Orta Asiya respublikaları, onlar anlaşa bilməyəcəklər. Çünki onlara Rusiya, Azərbaycandan fərqli olaraq daha həyasızcasına diktə etməyə meyillidir və edir də. Düz deyə dirəniş göstərirlər, bizim qədər göstərə bilmirlər. Baxın da, Qazaxıstan və Özbəkistan 2023 və 25-ci ildə Latın əlifbasına keçib qutarmalıydı. Keçiblərmi? Keçməyiblər. Bitirə bilmirlər. Yəni Rusiya təzyiq edir. Bəli, Rusiya imkan vermir. Yəni birbaşa özü, bir də içlərindəki Rusiya yönlülər. İmkan vermir. Keçə bilmirlər. Əlifba dəyişmək nə çətin şeydir ki. 2000-ci ildə Heydər Əliyev neynədi o vaxtı? Götürdü bir sərəncamla məsələnin kökündən həll elədi də. Niyə? Çünki bunu Heydər Əliyev edə bilərdi. Onda o avtoritet var idi. Güc var idi. Amma indi bu Orta Asiyada düzdür, bizim sevdiyimiz insanlar da orada da rəhbərlikdə. Amma onlar onu edəcək qədər imkanlara malik deyirlər. Niyə deyirlər? Çünki o birliyimiz, bərabərliyimiz yoxdur. Təsəvvür edin ki, o 5 respublika yığışsa bir araya və Rusiyaya bir ultimativ demirəm, belə xoş məramlı bir mesaj göndərsə ki, bizim işimizə qarışma. Rusiya hesabını götürməzmi? Götürər. 14 respublika bir araya gəlsə və Rusiyaya desə ki, artıq dayan, o Vladimir Stop deyən, Trump deyən kimi yox. Sadəcə bir xoş məramlı desə ki, dayan, anlaşaq. Mənə hərdən elə gəlir ki, Rusiyaya bir qədər də, yəni bu Trump'ın dəstəyi xeyli onu biraz həvəsləndirdi. Yəni ikinci nəfəs açıldı bunlarda. Çünki Rusiya elə ki heydən düşmüşdü. Həqiqətən də indi biz Biden'i sevməyə bilərik. Amma Biden administrasiyası Trump'dan fərqli olaraq təbii ki Ukraynaya daha çox kömək edirdi. Trump da idi və birinci prezidentliyi dövründə. Onda düzdür bu müharibə yox idi. Amma Amerika Birləşmiş Ştatları Ukraynaya hələ daha çox kömək etməyə meyillənirdi. Yəni Rusiyanı əldən salmışdılar. Gəldi çıxdı Trump və Rusiyanın ikinci nəfəsi açıldı. Ruhdan düşməkdə olan Rusiya daha da qızışdı. Təcavüzkarlığı artdı. Xalqda da bir inam yaratdı Rusiya hökuməti ki, görürsünüz Amerika Birləşmiş Ştatları bizimlədir. Bu müharibə, döyüş ruhuna çox ciddi təsir edən faktordur Rusiyada. İndi nə düşünürsünüz? Trump'ın davamlı təzyiqləri, Ukraynaya davamlı təzyiqlərini biz görürük, açıqlamalarını görürük. Vladimir Putinə davamlı dəstəyi, bunu da görürük. Vladimir dayan deməklə deyil ki, yəni onun bütün şərtləri dediyim kimi Ukraynanı elə Rus tankın tırtırlar altına atır. Onu da görürük. Bu tərəfdə Avropanın da Ukraynaya belə deyək, münasibətini görürük. Məsəl üçün elə Starmer olsun, digərləri olsun, onlar heç hətta Krımın belə deyək, tanınması məsələsində razılaşa bilməzlər. Bəli, onlar biz də razılaşa bilmərik. Geri gəlmişkən indi Krım əslində Ukrayna torpağıdır, dünyaca tanınan. Türkiyənin də burada yəqin ki bir Türkiyənin rolu var. Üstə gəldi o Qorxma mən səninləyəm filmimiz var ya bizim məşhur. Orada o deməli qumar oynayıb o adamın dişini qumarda uduzur. Deyir ki, çıxar dişini, ip çəkəcəm, sənin dişini qoparacaq, ona verəcək. O da qayıdır, deyir, Lev Durov oynayır da o balaca boy. Deyir, bu axı mənim dişimdir. O da deyir ki, bu sənin dişin deyil, heç mənim də deyil. Bu onların dişidir. Krım əslində nə Ukraynanındır, nə Rusiyanındır, bu bizimdir. Türk millətinindir. Fərq eləmir, Azərbaycan, Türkiyə, dünya türklüyü. Əslində bu bizim torpağımızdır. Türkün bağçasarayıdır. Bəli, bu bizim torpağımızdır və bunun üstündə gör kimlər dava edir. Biri o birisindən alır, o birisi bir-birisinə qaytarır. Nə bilim, üçüncü bir tərəf çıxıb orada şərtlər qoşur, Amerikası filanı. Bu bizim torpağımızdır. Yəni, bütün bu oyunlar əslində bizim başımızın üstündədir.